Zahiri görünüş sadəcə xanımları narahat etmir. Bəzi bəylər də öz peşələrinin tələblərinə uyğun olaraq gözəl görünməyə və düzgün yeriməyə üstünlük verirlər. Qonağımız model Rüstəm Cəbrayılovdur. Dünyanın ən yaraşıqlı modellərindən biri seçilən gəncin karyerasına necə başladığını biləcəksiniz. Azərbaycanın dünya podiumundakı siması Rüstəm Cəbrayılov. Artıq 4 ildir New Yorkda fəaliyyət göstərən model paytaxtda qısa səfər ərəfəsində bizimlə görüşdü. Müsahibimiz Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. İncəsənətdən uzaq insanı dəb aləminə gətirən yol sizin üçün də maraqlı olacaq. 2005-ci ildə təhsil aldım Bakı Dövlət Universitetinə getdiyim dövrdə yəni 2 nəfər mənə yaxınlaşdı və müraciət etdi ki, yəni biz cəmiyyətin içindən reklam üçün insanlar axtarırıq. Siz çox uyğun gəlirsiniz və sizin şəklinizi çəkək bir kasting keçiririk və nömrəmi aldılar. Üstündən bir həftə keçmiş artıq məni seçmişdilər. Rüstəm Azərbaycanda keçirilən Zibes Model of Azərbaycan 2006 müsabiqəsinə qoşularaq birinciliyi əldə edib. Həmin ildə müəyyən səbəblərə görə Azərbaycanı xaricdə təmsil edə bilməyən model növbəti il Zibes Model of Azərbaycan 2007 müsabiqəsində uğurunu təkrarlayaraq bu dəfə də birincilik şansını heç kimə verməyib. Bununla da Rüstəm Cəbrayılov ölkəmizi 2007-ci ilin dekabrında beynəlxalq model yarışması olan Zibes Model of the World müsabiqəsində təmsil edərək dünyanın ən yaraşıqlı bəyi seçilir. Modelin əldə etdiyi birincilik titulu ona dünya dəb aləminə vəsiqə qazandırır. Yəni modeli çalışmaq, çalışmamaq və yaxud həvəsim var və yaxud yəni ki, o baxımdan demirəm. Amma bu sahə elə bir sahədir ki, bu biraz vergi kimi deyildi. Yəni ki, Allah tərəfindən verilən vergi kimidir. Yəni onu da ki, niyə istifadə etməyəsə. Dünyanın dəb paytaxtında New Yorkda rəqabətə tab gətirmək isə göründüyü qədər asan deyil. Orada artıq gedəndə biraz hər şey reallıq olur. Burada biraz xəyallı olur, amma orada reallıq olur. Çünki orada bir yerə çox, yəni ki, rəqabət çoxdur. Yəni insan çoxdur, seçim çoxdur. O baxımdan, yəni ki, bir model çoxdur, bəlkə də müəyyən bir sahəyə, hər hansı bir sahəyə rəqabət də çoxdur. Yəni, ən yaxşı olan nəyəsə qazanır. Çətinliklərə baxmayaraq, işinin öhdəsindən gələn Rüstəm Cəbrayılov bugün də dəb dünyasının ən mühüm tədbirlərindən olan New Yorkda keçirilən ənənəvi moda həftəsində çıxış edən yeganə Azərbaycanlıdır. Deyil. Ekran əsərlərində də görsəz, təəccüblənməyin. Hazırda həm aktyor, həm də fotoqraf kimi təhsil alan model xüsusilə aktyor olaraq bacarıqlarını göstərmək istədiyini bildirdi. Modellik sahəsində arzularım sahəsində. New Yorkda bir-birinin ardınca uğurlar qazanan modelimiz dünyanın ən nüfuzlu brend kolleksiyalarının simasına çevrilib. Müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan da təkliflər alan model yaxın gələcəkdə bunu da dəyərləndirəcəyini vurğuladı. Amma işlər bununla bitmir.